Fazil Qasımov, Anar Əliyevin növbəti məhkəmə prosesi keçildi. Zəfər bəy, məhkəmədə nələr baş verdi, nələr oldu, xahiş edirəm. Danışın. Demək, qısa olaraq onu deyə bilərəm ki, bugün vəkil müdafiə çıxışı ilə çıxış etdi və sonra da Fazil Qasımov öz son sözünü başladı, amma yarımçıq qaldı. Müdafiə çıxışında da indiyə kimi qeyd eləmişik, hansı pozuntular olub. Yəni tamamilə savadsızcasına aparılmış bir istintaq işidir. İşte o kadar nöqsanlar var ki, hamısından danışmağa yəqin ki, heç vaxt da çatmaz. Vəkil bunların hamısını təkrar elədi, bunların hamısını dedi, hansı pozuntular var. Təsəvvür edin ki, adi istintaq əməllərinin yerinə yetirilməsində elə çox səhvlərə yol verilib ki, bunlar artıq işin özünün, hətta elə bir cinayət işi olsaydı da, işin səhvliyini şübhə altına alardı. Ona göre ki çok çopud, çok üzdən getmə bir istintaq aparılıb və istintaq əməllərində olan pozuntular artıq imkan verir deməyə ki, nəticə heç cür səhih sayıla bilməz. Yəni verilmiş ittiham üzrə demək olar ki, heç bir fakt üzrə sübut yoxdur. Gələn dəfə gözləyək görək. Zəfər bəy, Anar Əliyev özün bu qədər məhkəmədə sərbəst aparmağı nə ilə bağlıdır? Bütün məhkəmələrdə yerinləndirib Bilmirəm, mən də təəccüb edirəm ki, adətən təqsirləndirilən şəxslərə, məhkəməsi olan şəxslərə qarşı çox böyük baskı olur. Onlara heç baxmağa, zala baxmağa imkan vermirlər. Biz hətta salamlaşanda da bizə irad bildirirlər ki, o salamlaşmaq olmaz. İndi isə o hətta təhdid edir, jurnalistləri təhdid edir, məhkəmədə iştirak edənləri təhdid edir. Özün həddən artıq sərbəst aparır, təsbih çevirə-çevirə arada bir oldu ki, vəkilə hücum etdi. Sonra ondan sonra ikinci vəkilə hücum etdi. Bəli. Yəni ayağı ilə vurdu, oturduğu akvaryum deyirlər də, oyuncularına. Bayıra çıxmaq istədi, vəkilə hücum eləmək istədi. Səbəbini deyə bilmərəm. Səbəbi yəqin ki, budur ki, o başqa bir cinayət işindən həbs olunub və 10 gün qanunsuz olaraq mütəşəkkil cinayətkarlara qarşı mübarizə idarədə saxlanıldığından sonra yəqin ki, yanlarında olmamışam mən. Yəqin ki, hansısa bir razılıq olub ki, bu bir cinayət işində öz boynuna götürməyə məcbur olub. Bununla da bağlı özüm bu qədər. Bir də Fazil Qasımov dedi ki, heç bir telefon danışıqlarını yoxlamadan, bilmədən, mənim heç bir tanışlığım yoxdur Anarla. Elə məsələ odur da, bunlar hansısa bir WhatsApp danışığına əsaslanırlar. Birincisi o WhatsApp danışığı özü görüntülü WhatsApp danışığı. Qubad İbadoğlu, Fazil Qasımov və Anar Əliyev arasında. O WhatsApp danışığının özü yoxdur, bu bir. Ve ikincisi de hatta Anar Əliyev özü de dedi ki, benim gördüğüm adam bu dövreydi. Fazil Qasımov kimi mənə təqdim olunan adam bu dövreydi. Kökeydi, balacaydı, neydi? Ama bu dövreydi. Ve özü de yazılı ifadesinde de təsdiq edir ki, onlar saxlanma kamerasında tanış olublar. Fazil ona deyəndə ki, sən mənə əleyhimə ifadə verirsən, deyib sən kimsən? Deyib mən Fazil Qasımov, deyib mən səni tanımıram. Mən Fazil Qasımov adında adam ki təqdim olunub, onu mən görmüşəm WhatsApp danışığında. Sən o deyilsən. Vəssalam. Növbəti məhkəmə prosesi ha vaxtda təyin olundu. 13 mart 14:45 səhv edirəm. Onlar sadə səhv edirlər. Oldu. Təşəkkür edirəm. Sağ olun. Sağ olun. Şu gələcək. Vəkil çıxsaydı açıqlama verərdi. Çox sağ olun Zəfər bəy, çox sağ olun. Biz hal-hazırda Fazil Qasımovun vəkilini gözləyirik. Gözəl bir çıxış elədi, ətraflı bir çıxış elədi. Değerli izleyiciler, Fazil Qasımovun vəkilini gözlüyorduk. Değerli izleyiciler, Fazil Qasımovun vəkili başka bir prosese getdiyi üçün açıqlama verə bilmədi.
İzlədiyiniz üçün təşəkkür edirəm. Bitməmiş onun